başlayır. Şovunu takdim edir. Şovmen Elcan Resulov. Geceniz xeyir olsun, hörmətli ATV kanal tamaşaçıları. Geceniz xeyir olsun, bizi burada canlı izleyen yaz etirli güzel adamlar. El Canlı Gece Show başladı dostlar. Gözlerimiz yoldadır, el canımız hardadır. Kim bakır el canlıya, çok güzel ahvaldadır. Gözlerimiz yoldadır, el canımız hardadır. Kim bakır el canlıya, çok güzel ahvaldadır. Haftada 4 gündür biz bakırıq el canlıya. Eğlenceli bir lezzet eləyir hamıya. Dünyanın her yerinden izləyir el canlıdır. El can çok pozitifdir, hem de istiqamlıdır. El Canlı. Etibar alayıb görürsünüz, yaxşı mahnılar üçün səsləndirir. Bugün programımızın qonaqlarına yaxşı suallar yazıb verərsiniz. Hansı ki o suallar həm də sizə, bunu bir damcı belə edeyim, siz də yaxşı işləsiniz. Həm də o suallar sizə hədiyyə qazandıra bilər. Özü də sevdiyiniz, pərəstiş etdiyiniz sənətçidən, sənətkardan hədiyyə ola bilər. Nə hədiyyə ola bilər, necədir bu proses? Qısa şəkildə izah edirəm. Bu elin sandığı idi, gördüyünüz kimi. Bu heç. El Canlı Instagram səhifənin hekayə bölümündə, yuxarıda stories yumru fırlanan yerdə görürsünüz, bax girəcəyindir, girdi. Qonaqlarımızın şəkillərini paylaşırıq. Bir toxunuşla qonaqlarımıza sual yazırsınız və o sualları mən burada səsləndirirəm, onlar cavab verirlər. Bəyəndiyi suala isə onlar özləri üçün dəyərli olan bir əşyanı və yaxud yeni bir əşya olur, bəzən görürsünüz burada, hədiyyə olaraq təqdim edirlər. Təbii ki, bəyənsələr. Bəyənməsələr belə, onların bizə gətirdiyi o əşya, nəsə hədiyyə qalır elin sandığının içində. May ayının sonunda bu sandığı ATV kanalının önündə açacaq. Ehtiyacı olan hər kəs gəlib, özünə orada lazım olan hər şey götürə bilər, tam pulsuz şəkildə havayı da belə deyək. Bu sadə bir proses. Bu da bizim sənətçilərimizin, qonaqlarımızın sizə olan jesti. Bu öz yerində. İkinci bir məsələ. 055-214-0106 isə fotolar göndərirsiniz. Bu fotolar nə üçündür ki, program boyu siz selfie eləyirsiniz, televizorda biz olmaq şərti ilə göndərirsiniz. Biz onları yayımlayırıq. Kimin selfisində adam sayı çox olarsa, digərindən nisbətlə çox olarsa, bizdən hədiyyə qazanmış olur. Bu QR kodu da görürsünüz. Bu QR kod da birbaşa rahat WhatsApp-ımıza keçid eləmək üçündür. Hazırıqsa Ayxan qrupun yaxşı əməkdə. Nə qəşək yeni bə? Hə? Özümüz çox şadmışıq. Əla. Yavaş-yavaş dəyişə inkişaf edir. Bax. Əvvəl, sakit olun. Əvvəl böyük zalın afisiyantını oxşuyurdu. Amma görsən, indi bir də onu göstərgə, buradan bir dənə yaxşı göstər. Yavaş-yavaş. Etibarı bütün göstər. Dala get, dala. Hə, laf belə yox. Hə, bax belə. Görürsünüz, indi elə bilsən administrator. Yavaş-yavaş müğənniyə də keçəcək. Müğənniyə az qalıb. Bir yol qalmayıb. Allah verən, nağaranı öyrən ha. Deyirlər ki, bax, oturub orada bacan. Sən Allah, onu məşq elə. Veriliş olmayanda da otur tək başı və axır bunu məşq elə. Sənə Yapon deyirlər, hə? Hə? Deməli, bir video paylaşmışıq. Allah verən, orada Cavad Rəcəbov gəlir o nağaranı çox. Orada indi hamısı yazır rəylərdir. Biri də yazıb ki, Yapon yaxşı sənətkardır, öz zadəli elədi. Səni deyir müştəri. Bildim ki, özün yazmısan başqa səhifədən, ona görə də etdir. Hə, Orxan, özü olar. Yox. Səhifənin adı Yapon əzgili idi. Oradan tutdum ki, özü olar elə. Hə, indi istəyirəm bir qonağımızı sizə təqdim edim. Düzdür, mən o xanımla danışmıram, amma proqramdır, nə fərqi var? Qonağımızdır, mən də təqdim edirəm. Qarşılayın, yüksəkliyə qalxdıqca temperatur aşağı düşür deyə əynini qalın geyinən. Məşhur olmaq necə bir histir sualına hər ay yeni cavab tapan. YouTube'da özünə milyonlarla baxışı olan bir dünya quran. Gənclərin xüsusilə sevimlisi. Nəhayət, hə? Qız belə edir, de artıq. Naz Deş El Canlı.
Nazdej. Teşekkür ederim, çok sağ olun. Çok sağ olun, var olun. İlk dəfədir bir qafiyeye hem ad hem soyad yerleştiğinin şahidi olurum. Tam otuzdurdunuz ritimle. Nazdej. Hoş gördük. Necəsiniz? Gördük, çok sağ olun, yaxşıyam, yaxşı olasınız her zaman. Bu sevgini belə göstərir. Sevgi ürək. Belə. Ekran qarşısında əyləşən izləyicilərimizi salamlayıram. Burada gözəl dinləyiciləri salamlayıram. Ən əsas sizi salamlayıram. Çox sağ olun. Təşəkkür edirəm ki, ikinci dəfə məni bu verilişə dəvət etdiniz və inanıram ki, çox gözəl, möhtəşəm bir veriliş olacaq bu axşam. Müşrəksiz buna inanın. Çox sağ olun. Biz hamımız beraber çalışacağıq. Sizə bugün çox yaxşı bir axşam yaşadıq. İnşallah. Harda ürəyiniz istəsə orada əyləşə bilərsiniz. Burası sizin öz proqramınızdır. Əziz tamaşaçılar, görürsünüz o qədər rahat sizinlə bir ünsiyyət formaları yaratmışıq burada ki, istədiyiniz sualı yaza bilirsiniz qonaqlarımıza. Bəzən mahnı istəyirsiniz, onu da burada həyata keçiririk. Heç proqramımızın içində olmasa belə çalışırıq o ifalar olsun. Nə bilim, yazdınız Etibar niyə oturub, hamı ayaq üstədə, Etibar da ayaq üstə durur bugündən. Fəraqətdə. İndi yazırlar ki, Qaqaş qarmona ayaq üstə niyə çala bilmir Orxan? Deyir ki, darıxmayın. Zarafat edirəm. Və bugün qonaqlarımız ilk dəfə görəcəksiniz Elcanlıda təqdim edəcəyim indi qonağımızı. Hazırsınızsa təqdim edirəm. Buyursun, ən xoş əhvalda olduğu gündə belə qəmli mahnı oxuyub özünü kədərləndirə bilən. Sinəsində dəftər olduğu üçün cibində vərəq gəzdirməyən. Səsinin sehri ilə söz dənizini dalğalandırmağı bacaran. İstedadlı söz ustadı. Balabəy Ağayev, Elcanlıda dostlar. Balabəy Ağayev. Hoş gördük. Gəlin mərkəzə, sizi ilk dəfə də bizim proqramda görürlər. Necəsiz? Təşəkkür edirəm, salamlayıram bütün izləyicilərimizi, buradakı tamaşaçıları, sizləri, kamera arxasında olan qardaşları, bu qardaşları, hamınızı salamlayıram. Çox sağ olun. Minnətdaram, qonağımızı da salamlayıram. İndi sizə görə bizə baxan olar birdən. Onlara nə deyirsiniz buradan? Birinci Allahın adı da salam verdim. O heç onu dedi. İnşallah. Onlar da sizə dedi, ayetməsin. İnşallah arkası yaxşı gələr, salamla başlasaq yaxşı gələr. Hoş gəlmişsiniz. Sağ olun, təşəkkür edirəm. Əyləşin, əyləşin burada. Bugün yaxşı bir proqram vəd edirəm sizə. Kəpənəyimi görürsünüz? Türkçə nə deyirlər buna? Türk dilini. Kələbək? Kələbək. Kələbək. Ruscan matilok. Hə? Ruscanda matilok. Matilok? Gələ də, matilok kəpənək. Uçub qonub gəlib verilişimizə. Yaz gəlir axı, bunlar yazda gəlir də, hə? Heç yazda bilinirmi ki, səhər açıq yağış yağır, gün orta gün çıxır, axşam qarrıyır, üzü axşamada kutqa ilə gəzirik. Hə? Bir qonağımız da var, təqdim edirəm sizin üçün. Xoş gəlib, hələ uşaq yaşlarından ev tapşırığını bədahətən hazırlayan. Rəqiblərinin sən de, sonra birini də mən deyəcəm deyib, gözünün odunu alan. Söz baxımından təvazökarlıq eləsə də, eşq baxımından özünü əsrin əfsanəsi adlandıran. Gözəl söz ustadı. Qardaş deyirlər, amma qardaş kimidirlər. Gülağa Ağayev, Elcanlıda dostlar. Hoş gördük. Gülağanı bir yaxşı-yaxşı alqışlayın. Karıştırdınız sistemi. Nə deyir, Güloğlan deyirlər. Bir dəqiqə, nəsə? Güloğlan yox. Gülü bildim dalın. Gülağa. Sağ ol. Hamı Gülağa deyirdi. Hər vaxtınız xeyir olsun. Salamlayıram. Elcan, sizi, Doğma TV kanalını, tamaşaçılarımızı çox sağ olun, diqqətinizə. Bir özünüzü də alqışlayın zəhmətiniz. Çox sağ olun. Hamınızı salamlayıram. Deməli bugün bizim bir əməkdaşımız var, Aysel xanım. Bugün bilib ki, siz bizim qonağımızsınız. Mənə bir əhvalat danışıb, indi göndərmişəm. O qız, onlar qız xanım adı Səmaya. Səma. Səma qulaq as. Ayselə zəng vurur. Deməli mənə nə danışıb bugün? Deyir ki, burada elə bu studiyada deyəsən söz meyxanası, söz qalası. 2008-ci ildə sözüm var layihəsi. Sözüm var.
Deməli sözüm var da həm Gülağa iştirak edirdi, həm Balabəy iştirak edirdi. Deyir ki, deməli o vaxtı Gülağ orada deyiblər ki, birdən şeir demək lazım, şeir səsləndirmək lazımdır. Bir şeir deyir Gülağa mənim bloknotuma yazdı ki, yadında qalsın. Heç bilmirsən o sənin şeirini. O qalıb onun bloknotunda. Aysel bizim o. Aysel, o vaxt işləyib orada. İndi burada işləmir. İndi işləyir, o işləyir, gətirdik bura. Başqa kanalda idi. Mən orada gördüm Aysel axırıncı dəfə ona görə. Yo, buradadır. Salamlayıram Ayseldə. Bizim zəhmətimizi çox çəkiblər, var olsunlar. İndi gedib evə o bloknotu axtarır. Tapar, o şeiri bugün çıxardarıq. Tapmaz, şeir buradadır. Bəh, gəlin, şeir də gəldi. Xoş gəlmişsiniz. Deməli, vallah bu ATV kanalında hamısı sürətli adamlardır. Hərdən adam danışmaqla çatdıra bilmirsən, artıq bu iş baş verir. Deməli, şeir buradadır. Özdə yazıb altına Gülağa corat. Əl yazması var, gəldi mənə şəkli. Tapıb Aysel. Gör, göstərim sizə, əziz tamaşaçılar. Birinci özün oxu, sən başın çıxır da şeiri yaddan. Bir dənə bunu yaxın... Qırıqlarca da olsa düzəlt. Düzəldəcəm indi hamısını. Təzdən bunu yaxşı yazacaq. Biraz yaxınlaşdır. Fokusu düzəld atam. Ay, sağ ol. Gördünüz Gülağa corat. İndi şeiri oxuyuram sizə. Göndər mənə bir tək ölüm pərverdigar, öldür məni. Yaxşıdır bu. Ya ver mənə ölməzliyi, ya ver qərar, öldür məni. Məcnun deyirlər adıma, yoxdur çatan imdadıma. Dözməz cahan fəryadıma, gözdən kənar öldür məni. Ey yar mənə ya hə denən, ya yox denən, ya öl denən. Geydir mənə bir ağ kəfən, qazdır məzar, öldür məni. Dünya kədər, dünya qubar, dünyada çox qəm-qüssə var. Allahı dan, rəhm eyliyim, öldürməyim. Mən söylədim, Allah da var, Qur'an da var, öldür məni. Ol Elcim, sağ ol. Valla. Yazmışam, ha? Birinci dəfə düzündən oxuyuram. İndi göndərib də qız. 2008-ci ildə neçə yaşınız olardı? Onu verərsən də, amma gül kimi qəzəldir, deyim də Bu onu. gül kimi qəzəldir, valla bunu kim yazıb heç bilmir. 2008-ci ildə neçə yaşınız olardı? 20 yaşım var. 20 yaş. 20 yaşlı bir uşağın yazdığı qəzələ baxın. O vaxtdan deməli düz yolda olub da bu kişi. Özüm yazmışam deyə demirəm, üzr istəyirəm. Vallahi deyirəm, onu kim yazsaydı bəyənərdim. Yaxşı qəzəldir. Yaxşı qəzəldir, mən də xoşladım. Xoşlamışam. Bir də, indi bu qəzəli oxudum da, indi görsünüz, dedim yaxşıdır. Bir də görsən, 50-60 yaşlarında bir kişi göndərir bir şeir ki, istedadları niyə qabağın kəsirsiniz, məni verilişə çıxartmırsınız. Deyirəm ki, müəllim, bir şeir göndər. Deyir, yazıram da yaxşı şeirlər. Vallahi elə şeir yazır, deyirəm ki, mən bədahətən, bundan səliqəli danışıram. Axı, bunu niyə əziyyət çəkib yazırsınız? Ona görə, bəzən çox adamlar özləri elə bilir ki, istedadlı adamlardılar. O adam gərək özü haqqında yüksək fikirdə olmasın da, bir ətrafdan, amma ciddi ətrafdan soruşsun da, o sizi yalandan anladırlar, bir də görsən, canavarsan, sən bunun üstünə düş. O elə deyən adamlar var, ona inanmayın. Onlar sizi gətirib pis yerlərə çıxardarlar. Bax, nətər demişəm ona ki, udarnikdə canavarsan, görsən. Oturub orada, bir həftədir, oturub orada. Amma o qabo ifadəsidir da, orada canavardır. Yəni, bu, hər adamın güclü olduğu yerlər var. Sözüm onda yox, məsəl çəkirəm. İndi qonaqlarımıza suallar yazıb göndərirsiniz və bu suallara görə də biz sizə hədiyə veririk. Hədiyəmiz də elə belə hədiyə olmur. Deməli, indi Hacı Bala Xilqətoğlu redaktorumuz mənə desin hədiyələrimiz nə olacaq? Buradadır. Hədiyələrimiz burada sandığın içindədir. Nə yaxşı. Artıq buradaymış hədiyələrimiz. Görsən, nicat işi qurub əvvəldən. Deməli, yazıb sual göndərsəniz. Hani heç, deməli, Balabəydən belə bir hədiyə qazanırsınız. Qoy, açım göstərim. Elə bilərsiniz ki, yalandan boş qutu göstərirəm sizə. Vallahi burada, yox, belə açılır. Qoy, brendin üstünü tutum, saatdır.
Brendin üstünü bağlamışam. Originaldır özdə. İndi inşallah heç bir sualı bəyənməz, qalar bizə bura. Mayın axırına kimi özümüz taxarıq. Aha. Deməli, Gülağa öz üzüyünü təqdim edəcək. Üzük sizdədir. Və Nazdan gözəl belə bir hədiyə gəlib. Bunu Nazdeja arxayın olub vurursunuz maşının ön nömrə yerinə. Elə tini dönən kimi 800 manat bir illikdə sürücülük hüququndan məhrum olursunuz. 888 manat. Sonra bir il Nazdejin canına dua oxuyursunuz ki Allah sizi qorusun, nə gözələr. Təbii ki, aksesuar və suvenir kimi çox maraqlıdır. Ona görə bir daha göstərin o yolu və bir də əziz tamaşaçılar, nə deyim? Gün ərzində son 2-3 gündə belə bir şey baş verib. Siz yazıb sual göndərirsiniz. Mən də gəlirəm, ən son suallardan oxuyuram. Bugün redaktorlarımız düzdür, redaktör elədilər. Oxumağa sualları başlayacağım günorta gələn suallardan. Yəni proqram boyu yazdığınız suallar o qədər də aktualli olmayacaq mənim üçün. Ona görə çalışın gün ərzində daha çox yazın ki, redaktör eləyə bilsinlər. Çünki mənim fikrim qalır orada. Sonra qonaq nəsə cavab verəndə mən onun üzərində danışa bilmirəm. Ona görə mənim çox yormaq olmaz. Yaşlı adamam, özdə bir nəzərə alın, xahiş edirəm. Məsəl üçün də zarafat edirəm. İndi sponsorlarımız haqqında da sizə danışıram. Sizin də vaxtınız var suallar yazmağa. Görüntüləri görəcəksiniz. Danışıram sizə xüsusi sponsorumuzdan. Proqramımızın xüsusi sponsoru Embavut'dur. Keyfiyyət və rahatlığın tək ünvanı Embavut'dan eviniz üçün daha bir fürsət. İndi al, 2 ay sonra ödə kampaniyası ilə istədiyiniz məhsulu indi alıb ödəməyə 2 ay sonra başlayın. Bu hələ son deyil. Embavut ayın bəxtəvəri və digər müştəri yönümlü kampaniyalarla da sizi sevindirməyə davam edir. Ayın bəxtəvəri olmaq üçün ən yaxın Embavut mağazalarına yaxınlaşa və ya Embavut mobil tətbiqini elə indi Play Store və App Store-dan endirə bilərsiniz. Özü də pulsuz. Embavut evdə daha gözəldir. İndi isə sizə sponsorumuzdan danışıram. Sponsorumuz TVNet-dir. TVNet sizə yeni nəsil TV xidməti təklif edir. TVNet-ə qoşulmaqla istənilən janrda kino, xəbər, musiqi, idman, uşaq, maarifləndirici 130-dan çox əyləncəli kanalı dünyanın istənilən yerində, istədiyiniz cihazda izləmə imkanı əldə edirsiniz. Büdcənizə və istəyinizə uyğun tarif paketləri, rahat və onlayn qoşulmaq imkanı TVNet-də. Qoşulmaq üçün tvnet.az saytına və ya 055 553 35 nömrəsinə müraciət edin. TVNet, TV sizinlə hər yerdə. Show devam edir Elcanlı ATV'de dostlar. Tam ikinci hissemizde bizi izliyorsunuz. Ne suallar yazmışsınızsa, ne eləmişsizsə bu ana kadar çok sağ olun. Bugünkü işinize göre çok sağ olun. Sabahki işiniz görək nədir? Bu andan sonra sual yazmayabilirsiniz çünkü okumayacağım. İndi neler gelib? Başlayıram oxumağa. Hazırsınızsa başlayaq elə Balabəydən. Aşağıdan başlayıram. Niyə? Ne qədər sual gəlib, maşallah. Suallar üçün 4 dəqiqəlik timer açırıq, həm? 3 açırıq, 1 dəqiqədə məndən bonus. Suallara gülməli, kreativ və yaxud istədiyiniz ciddi cavabı verə bilərsiniz. Başladıq. Balabəy köhnə günlər üçün darıxırmı? Aslan Allahver deyib soruşur. Yəqin ki, hamı kimi, əlbəttə ki, darıxıram. Müəyyən günlər var ki, darıxdırıcıdır. Nika Emişka soruşur. Balabəyin repertuarında daha çox ayrılıq mahnılarının olmağının səbəbi nədir? Çünki həyatın axırı ayrılıqdır. Həyatın axırı ayrılıqdır. Murad Mahir soruşur. Pünhan Əzim yoxsa Rəşad Dağlı? İkisi də Allah Rəşadın qapısını açsın, Pünhana can sağlığı. Mənim istədiyim Pünhan Əzim. Hesiyeva soruşur. Balabəy bəy Damla xanımla duet ifa edər nə vaxtsa və ya eyni efirdə görə bilərik onları? Duet haqqında düşünmürəm. Ola bilər ki, eyni efirdə qismət olar. Aydana soruşur. Sevgi həyatınızda olmasaydı, bugünkü Balabəy bəy yenə də bu qədər güclü olardı mı? Sevgisiz həyat olmaz axı. Olmaz. Elçin Hüseynzadə soruşur. Balabəy bəy meyxanada özünü neçənci sırada görür? Sırada necə olur bilmirəm. Sırada? Neçənci sırada?
O vaxt demişəm də 5 nəfər varsa biri mənəm. 5 nəfər varsa biri. Niyazov soruşur. Neçə il ərzində bu sənətdə tam formalaşmısınız? Neçə il ərzində müəyyən bir vaxt keçir, uşaqlığı çıxsaq, bir 10 ildir də professional meydandayıq. Salam Balabəy, Namiq mənaya dəstək olub bədihə deməsəydi daha çox uğur qazanardımı? Lalə Əlikram qızı soruşur. Təşəkkür edirəm suala görə. Biz Namiq mənaya dəstək olmamışıq. Sadəcə düz bildiyimizin arxasından getmişik. Yaxşıdır. Nə vaxtsa Ayka Official, nə vaxtsa bu sənəti buraxmaq qərarına gəlmisiniz, kaş bu sənət də heç olmayaydı demisiniz. Hər gün o fikirdəyəm. Hər gün o fikirdə. Bəli. Yaxşı, mənim maraqlıdır. Nə ilə məşğul olmaq istəyirdiniz? Onu tapmamışam da elə. Onu tapmaq. O axtarım. Rəssam olardı. Olmazdı rəssam məncə. Balabəy, səssiz gecələr mahnısını harada yazıb? O məkan çox maraqlıdır. Ələkbər Məmmədov soruşur. Bəli, mən bu sualı bir dəfə sosial şəbəkədə yazmışdım ki, kimin ağlına hara gələr? Hə. Doğrudan da mənim bir dostum var. Onun bir axran yeri var idi da. Mühafizə. Otağı var idi, hə. Orada yazmışam onu. Həmin otaqda gecələr mahnısı gəlir. Bəli, gecə yazmışam. Orada gəlib. Adam gedə ki, orada bir dənə təzə mahnı yazar çıxayır. O qardaş yenə orada çıxıb orada. Ona görə çoxdan da trend yazmır. Sizcə meyxanadan, Günel Feyzulayeva soruşur yeri gəlmişkən, sizcə meyxanadan uzaqlaşanlar yenidən sənətə qayıtsalar, meyxanaya əvvəlki kimi maraq yaranar, yoxsa yox? Uzaqlaşanlar deyəndə ki, məncə maraqlı olar, biraz rəngli olar. Biraz rəngli olar. Vaxtımız bitib, 2 sualda səsləndirirəm, dostlar, narahat olmayın. Əvvəlki kimi niyə yeni, amma trendə düşəcək musiqilər yoxdur, səbəb nədir? Əli Əliyev soruşur. Əli Əliyev deyəsən, bizə çoxdandır qulaq asmır. Mən təkəbbürlükdən uzaq olsun, nə işləmişəm, hamısı trenddə olub. Nə işləmişəm? Xalımın çox maraqlı adı var. W-H-H-U-W-U. Belə bir adı oxunur, belə oxunanda. Yazıb ki, niyə bu oğlanın mısmırığı həmişə yerlə gedir? Bir söz eşitdim, dedilər ki, Balabəy dartır özün. Gəl yaxından tanıyanlar geri aldı bu sözün. Səbəbin sordum o fikrin. Dedilər gülmür üzün. Dedim aşiqlərə gülmək yaramır həsrət ilə. Bundan sonra məndən nə soruşsanız bu şeirlə sizə cavab verəcəm. Ən sonda bunu oxuyum, sonra qalan bütün suallarınızı təqdim edəcəm, özü seçim eləyəcək. Növbəti blokumuzda sizə deyəcək qalib kimdir. Balabəyə Mahir Cürət daha çox dəstəkdir, yoxsa Namiq Məna? Mahir Cürəti salamlayıram, Namiq Mənanı salamlayıram. Onlar hər ikisi ümumiyyətlə bütün bizdən böyük ustadlar, hamı bizə ustad sayılır. Amma ilk yaşlarımdan, əvvəllərdən Mahir Cürətlə başlamışıq, Namiq Mənanla davam eləmişik. İndi də şükür Allaha özümüz azdan çoxdan addımlayırıq. Xeyirli olsun. Bir dənə də ən son soruşum. Burada yazılanların içində gördüm. Telefon mağazası biznesiniz var? Yoxdur. Yoxdur, qardaş, səhv bilmişsiniz. Qardaş kimdirsə məndən telefon istəyir deyəsən. Yox, yazıb telefon mağazası biznesi ürəyincədir, yoxsa yox? Yoxdur. Yoxdur, biznes yoxdur, rahat olun. Arxayın olun, qalan suallarınızı təqdim edəcəm. Balabəy özü seçim eləyəcək və kimə istəyirsə hədiyyəni məhz həmin şəxsə təqdim edəcək. Suallar bitdi. Hələlik bu qədər, vaxt bitdi. Mənə aid bitdi. Siz keçin. Gedəm. Təşəkkür edirəm. Naz Deş, götürün mikrofonu, xahiş edirəm. Bızadeh Nübar soruşur. Eurovision'u təmsil eləmək fikriniz varmı? Bəli, ola bilər, təklif olunsa. Təklif olunsa ola bilər. Aslan deyir, Gəncə şəhərinə nə vaxt gələcəksiniz? Gəncə şəhərinə əslində bir dəfə gəlmişəm, amma konsertlə bağlı yox. Özüm sadəcə getmişdim gəzməyə, çox bəyənmişdim. İnşallah ki, təkrar getmək istəyirəm. Ən çox haranı bəyəndiniz? Ümumiyyətlə, Azərbaycanın bütün şəhərləri, həqiqətən də çox gözəldir. Ayrı seçki etmək istəmirəm. Gəncədə nə bəyəndiniz məsələn? Havası çox gözəl idi.
Kətə Həqiqətən. yedinizmi, kətə? Yedim, çox dadlı idi. Dadlı da, hə? Dadlı, çox gözəl. İş odur da. Amma havası çox gözəl idi. Hava heçdir, hava gözəldir. Və yeri gəlmişkən bir məşhur müğənnimiz köçüb Gəncədə yaşayır. Deyə bilərəm də, Abbas Bağırov. Gəncədə yaşayır, hə. Bilirəm Gəncəlidir, amma Bakıda yaşayırdı, amma artıq köçüb Gəncədə yaşayır. Yəni toylarınız olanda nəzər alın ki, o da yol gəlir Bakıya. Hə, Niyam Salami də köçür Gəncəyə. Yavaş-yavaş yer dəyişmələr olur. Nazdej'in hayranıyım və Nazdej'i İzmir'də konser verecek mi? Siz Nazdej fanpage yazıb bunu. Təşəkkür edirəm, çox sağ olsun, var olsun. İnşallah planlaşdırılır. İnşallah xəbər edərəm, paylaşaram. Dünyanın en harika sanatçısı olmak nasıl bir duygu? Soruyu soran en çok takipçisi olan fanı Furkan Deş 710K'dır. Furkan, salamlayıram səni də. Mənim fanım hal-hazırda 1 milyona yaxınlaşır takipçisi, fan səhifəsi olaraq. Təşəkkür edirəm, çox sağ olsun, var olsun. Təkəbbürlük kimi çıxmasın. Yaxşı histir. Yaxşı histir. Bir kimin fan səhifəsi 1 milyon var? Heç bizim orijinal səhifəmiz yoxdur. Bəli. Nəysə, yox, xeyirli olsun. Allah kəməyiniz olsun. Naz xanım hansı mahnısı ilə populyarlıq qazanıb? Cahid soruşur. Leylayım mən sana. Leylayım ben sana. Bəli. Nazdej'in mənası nədir? Naz, yəni dej yüksəklərdə olmaq. Dej yüksəklərdə olmaq. Hiss deyir ki, best mənəm. Nərbin İbrahimova soruşur yer gəlmişkən. Hiss deyir ki, best mənəm. Sizcə show biznesdə best kimdir? Amma səmimi cavab verin. Bu suala nə cavab verim? Yəqin ki, insan əgər özünü best hiss edirsə, artıq mövzu bağlanmışdır. Çünki mənim düşüncəmə görə bir insan özünü hansı təbəqədə görürsə, o təbəqədə gəlib çata bilir. Ola bilər ki, özün best görürsə, yəni mənim üçün hər kəs best. Trenddə olan hər kəs bestdir. Mahnı paylaşan, sevilən hər kəs best. Hə? Bəli. Lalə Səfərova soruşur. Nazdej haraldır? Çox gözəl səsi var. Sevirəm onun səsin, amma yaxşı mahnılar seçmir. Haralısınız? Çox sağ olun. Azərbaycanlıyam. Bəli, Azərbaycanlıyam. Mahnılarım yaxşı seçmirəm. Təbii ki, zövqlər müxtəlifdir. İnşallah ki, bir mahnı seçərəm və o şəxs də bəyənər mahnını. Haralısı soruşanda yəqin region olaraq soruşub. Azərbaycanın hansı? Bakılısı. Hə. Çox gözəl. Nazdej evlənməyi düşünüyor mu? Bu da sizin fanlardan biri olsun. Bilmirəm, qismət. Təbii ki. Vaxtımız bitdi, amma bir-iki sual səsləndirim, xahiş edirəm. Fatma Nur 89 soruşur ki, farklı dillərdə şarkılar, Fatma Nur niyə belə yazsın? Farklı dillərdə şarkılar söyləməyə devam edəcək misin? Sesinə çox yakışıyor farklı dillərdə şarkılar Naz. Çox sağ olun, var olun. Başqa dillərdə? Bəli, bəli, ifadə edəcəm inşallah. İfadə edirəm zaten, inşallah daha da davamlı olacaq. Ghostman soruşur. Gang of Music, ama bu qəribə səhifələrdir. Müzikdən aylıq kaç bin dolar qazanırsınız? Musiqi platformalarından ayda neçə min dolar qazanırsınız? Bunu demək olmaz axı, nə deyim? Deməli sizdə Yox, demirəm zaten. Yazır, bu qardaş yazır, nə qədər? Nə yazsın? Hər kəs nə qədər qazanırsa o qədər qazanır. Hər kəs biri 50 dollar qazanır, biri heç nə qazanmır. İndi o aylarda ola bilər ki, çox qazana bilərsən, ayda ola bilər, az qazana bilərsən. Hələ eləsi var, ayda bir 300-500 də onun elə reklamına tökür ki, cəmaat qulaq assın, o da var. O dəyişən bir şeydir. 5 rəqəmli ədəddir, heç olmasa. Yox. Yox? Hər nə yox. 5'dir. 5'te ne olur? 1000 dolar da 11 bin dolar falan. He? 12 bin, 15 bin dolar. 90 bin dolar. En sevdiğiniz renk hansıdır? Çəhrayı. Bunu da okuyum. Güllü hanım soruşur ki, Güllü adını necə İngilizce yazıb? Güllü belə görünür ama Güllüdür da. Bildiğimiz Güllü. Nazdej hanımın əsl adı nedir? Nəzrin. Nəzrin. Ha, bu kadar rahat bildiniz. Vaxt bitti. Bütün sualları təqdim edəcəm. Nazdej özü seçəcək, o özünün plaka adlandırdığı o nömrəni kimə hədiyyə edəcək. Simvolik bir nömrədir. Avtomobilinizin ön və yaxud arxa hissəsinə ev şəraitində yapışdıra bilərsiniz və yaxud da otağınıza qoya bilərsiniz. Necə? Hə, ancaq qarajda ola bilər, bəli. Gülağa bəy, hazırsınızmı? Hazır olun. Başladıq. Gülağa meyxanada olmasaydı hansı sənəti seçərdi? Fikirləşməmişim axı bu arada.
Heç lazım deyil. Əsrin əfsanəsi super ifa. Sizin ürəyinizin əfsanəsi var. Nərgiz soruşur. Nərgiz elə şey soruşur ki. Adam bilmir nə desin. Ya var ya yoxdur da. Nərgizə züyü verəcəm Nərgiz. Sizin vaxtınızda meyxana prosesi əlan idi. İndi yaratsanız rəqib dörtlük kim olardı? Meyxana prosesi nədir? Hə. O vaxt. Hə, proses əla. Sizin vaxtınızda meyxana prosesi əla idi. İndi yaratsanız rəqib dörtlük kim olardı? Sizə rəqib dörtlük. Maşallah uşaqlar çoxdur, istedadlı uşaqlar. Mən salardım ora. Pünhan. İki Rüfətlər. Rüfət Dahi, Rüfət Lənkəranlı. Rüfət Lənkəranlı, Bir də Baba Qədirli. bir də Baba Qədirli. Bu tərəfdən olur kim? Gülağa, Balabəy, Allah Cavidin qapısını açsın. Cavid. Belə biz tərəfdə də var uşaqlar. Məna var, Fərid var, Rəşad var. Nərmin xanım soruşur. Nərmin xanım necə belə sual yaza bilər? Dəyişmə meydanında zövq aldığınız 3 meyxanaçı kimdir? Bu saat. Ki ondan dəyişmədə zövq alırsınız ki, meyxana belə olar da. Yoxsa çatan kimi bir qoyaram alını bunun ortasından. Belə də olur. Mən indiki dəyişmələrdən zövq almıram. Almırsınız. Düz edirsiniz. Gülağa trend mahnı niyə yoxdur? 1-2 trenddən sonra davamı gəlmədi. Elçin Hüseynzadə soruşur. Mahnı hazırlayırıq. İnşallah bu yaxınlarda çıxacaq. İndi daha söz vermirəm də trend olacaq, olmayacaq. Sadə elə bir dənə vəziyyətdə yaşayırıq ki, müğənni də çoxdur. Mahnı da çoxdur. Mahnı da çoxdur. Bilmək olmur. Trendlərə yer yoxdur o qədər. Əlbəttə. Hamısı trend işinə baxan adamlar da oturur. Yeganə Əliyeva deyir ki, deyirlər ki, meyxananın Ronaldosu Rəşad Dağlı, Messi Pərviz Bülbülədir, Balaəli Mbappesidir. Bəs Gülağa futbolçu ilə götürsək kimdir? Yeganə Əliyeva soruşur. Yeganə xanıma bax. İşi qurub bu. Gülağıya o qədər udarlar atıblar ki, Gülağı da qapıda dayanıb. Bartez. Var. Siz durduğunuz yerdə oturanlar yerimizi doldura bilir. Rəhman Official soruşur. Bizim yerimizdə oturanlar yerimizi doldura bilir. Heç kimin yerini doldura bilməz. Hərənin öz Hərənin öz yeri var. yeri var. Salam. Deyin, Deyin. Hər yerin də öz sözü var, hər sözün də öz yeri var. Bu yaxşıdır. Yaxşı dedim, altına dayanma. Əlin dəyməsin də, özün istəyəndə vur. Aygün soruşur, niyə efirlərə hər dəfə Balabəy ilə bir gəlirsiniz? Tək olanda darıxır da, sıxılır da, elə adamdır. Ümumiyyətlə biz Balabəy ilə 2008-dən bu yana elə hara geyiriksə bir yerdə geyib gəlirik. Yəni yatanda ayrılırıq. Gəlirəm, vaxtımız bitib, bir sual da səsləndirirəm. Həyatın Gülağaya gəncliyinin borcu varmı? Bilmədim necə sualdır. Necə? Həyatın Gülağaya gənclik borcu varmı? Gəncliyinin borcu varmı? Yaşanmamış zamanlıqda belə borcu varmı həyatın sizə? Belə bir məna verək, bu qardaşın sualı heç bəlkə də belə deyil. Biz daha fəlsəfi olduq bu işdə. Gənclik borcu varmı sizə? Mənim həyata borcum var. Hansı mahnısı sevdirib? Nömrə aldım, 2 il yığıb Gülağa bəydi, soruşdular. Nömrə aldım, deyir, xanım da özdə dekor enendir. Nömrə aldım, 2 il yığıb hər gün Gülağa bəydi, soruşdular. 29-39. Mən o xanımdan üzr istəyirəm. Vallahi. Mən nömrəmi yenə də 29-39-da əvvəlin dəyişmişəm. Mən nə qədər adamlardır, yığırıq, bir xanım götürür. Mən onda başa düşdüm ki, o xanımı
çox bezdiriblər də. İnan Allaha o xanım haqqında belə fikirləşirdim ki, bezdirirlər xanımı. Nə yaxşı yazdı. Xanım sizdən üzr istəyirəm. Nömrət də. Üzüyü verək o xanım. Verək sənə üzüyü bağışlama. Bağışlama. Laf ben bu kadar Yerinə düşdü bu valla. bu kadar sualların üstüne geçmiş olduk ama indi 2 il əziyyət çəkib də xanım. Özdə Çox əziyyət çəkib bu xanım. Ona çox... səhifəsinə də baxırıq, dekor işi ilə məşğuldur özdə. Xanım, dekor NN səhifəsi, elə bunu indidən skrin edərsiniz. Gəlin, üzüyünüz bizdədir. Üzüyünüzü gəlib bizdən götürə bilərsiniz. Həm, hanı üzüyü verin zəhmət olmasa göstərim, sonra elə bilərlər ki. Baxın, belə bir gümüş üzüydü, probu da içində. Bu üzüyü bəzi meyxançılardan yaşda böyüdür ya Elcan. Doğrudan? Vallahi. Kimdən məsələn? Balacalardan. Yaşda böyük bir üzüyünüz olacaq xanım. Həqiqətən 15 ildə 16 ildə üzüyü mənəndir. Onu da mənə bir fanatım hədiyyə eləmişdi o vaxtı. Saxlayıram indiyənəcən. Bu da halal xoş olsun. Qismət xanımın imiş. Könlüm açılmayı bugün nedendir? Yaman günden dost eline belki dünyanın hevesi geçip Əziz tamaşaçılar, sürətlə dəyişən Elcanlıda maraqlı bir iş görürsünüz. Bu nə işdir? Deməli, bu nədir? Məhz elə bu, belə deyək, buna nə deyir xanımlar? Makyaj masası deyir də. Deməli, Nazdeşin sizin ilk video bunun üzərindəydi, hə? Bəli. Buradaydı. İndi bir Orada şey... değildi. Bu masa değildi. Bu masa bizim burada qonaqlarımız üçün hazırladığımızdır. Deməli, telefonunuz buradadır mı? Telefonum yanımda değil. Haradadır telefonunuz? Telefonum orada. Hə, gətirsinlər xanımın telefonunu bura. Aha. Belə mi eləyim dostlar? Belə mi? Yaxşıdır mı? Oğulsunuz. Deməli, bu da sizin telefonunuz. Mən istəyirəm alqışlarla Nazdeşi dəvət edin bura. O əyləşin burada. Özdə əsl vlog çəkən adamlar telefonda. Baxın, yapışdı bura. Deməli, o mikrofonu da gətirək bura. Mən istəyirəm, elə həmin o mahnını, biz sizi birinci trendə salan mahnını, burada necə canlı, mikrofon da burada var. Hə, bunun da səsini götürürük. Ama mikrofon tutmaz. Mən tutarım mikrofon. Bunu bura. Ki bunun səsi gəlsin. Aha. Gözəl adamlar. Siz də rahat görürsünüz. Hə, adamlar da görürlər. Çünkü tanrılıkları olacak. Yox, tanayisifi yoxdur. Dostlar, heç bir musiqiyə ehtiyac yoxdur. Ritimlə deyil, bu mikrofon sizin üçün. Bu mikrofon cəmaat eşitmək üçün də. Ay, səni Allah saxlasın. Nə oldu? Yanmır. Nəfsi o? Valla dert oldun bana, kurban olurum ben sana. Ruhum hasta, kal yanımda. Seviyorum seni Allah, yardım et ya Rabbi. Oldum ben deli gibi, seviyorsan tut elimi. Leyla'yım ben sana, Leyla'yım ben sana. Alqışlar. Bunu indi, bu videonu. Qalxın. Götürün bu masanı deyin götürsünlər, gəlin bura. Bu videonu mən istəyirəm indi paylaşaq. Nə vaxt bunu paylaşaq? İndi. İndi Hə, paylaşa bilirik. paylaşırım. Hə, indi paylaşırıq, amma indi bir ifadan sonra Mən buna görə istəyirəm sizə belə bir çiçəklər təqdim edim ki, bizim bu istəyimizi qırmadınız.
Gəlin belə edək. Onu paylaşaq, ifa edək. Deməli, neçə milyondur səhifəniz? 7 milyon? 6 milyon. 6 milyon. Tam da 6 milyona indi bizim bu studiyamız gedir. Hə? Şahin. Əvvəlində kəsirik hələ, düzəldirik, orada işlər var. Hə? Başlıqda mikrofon falan, onlara fikir vermək lazımdır hər şey. Yoxsa baxılmır, hə? Bəli. Həqiqətən elədir. Rənglər düzgün olmalıdır, hərəkətlər, telefonun aşağı düşmə şəkli falan, hər şey düzgün olmalıdır. Nəysə. Bu sonraki işlərdir. Hə, nəysə. Paylaşıram. İndi baxırsınız bizi, görəcəksiniz. Elə danışıb, düzəldə də deyin. Kamera çəkə bilər istəsə buradan. Gəl, haradadır o? Gəl buradan göstər. Paylaşdım. Hə? Neçə saniyə olur kəşf et? Artıq paylaşdıq dostlar. Baxın, Paylaşılır. indi paylaşılır. Bəli, ona qədər də paylaşılacaq ya zaten. Görürsünüz. İndi mahnı ərəfəsində paylaşılacaqdır burada. Gördünüz, artıq getdi. Mənim əlim də orada. Düşməməlidir. Mənim əlim düşməməlidir. Mən də əlim hara gəldi? Mənim əlim uzun da bilirsiniz. Hara gəldi? Çox təşəkkür. İndi bu özü paylaşılacaq. Mən gülü qoyuram bura. Təşəkkür edirəm burada güllər üçün. Çox sağ olun. Harada? Çox sağ olun. Varım. Təşəkkür edirəm. Çox sağ olun. Varım. Raffet mahnısının affet versiyonu. Türk Hə? versiyasıdır, bəli. Türk versiyası çox Bəli. maşallah. Siz bu minik kızı çox yaxından görməmisiniz, amma biz sizi çox sevirik, bilirsiniz. Mən də sizi çox sevirəm. Hər birinizi. Çox maraqlı və pozitiv və çox enerjisi Təşəkkür edirəm, çox böyük sağ olun. bir xanımdır Nazlı. Təşəkkür Çox edirəm, çox sağ təşəkkür olun. edirəm əhlə üçün. Hə, inanın, bax, bəzən olur, həmişə deyirəm axı sizə, dərdimi açıq deyirəm. Bəzən olur ki, proqram mənim üçün başlayanda bitir. Getmir, valla olur. Arxada dostlar bilir, çıxıram, orada dəfələrlə çıxıram, orada deyirəm ki, Allah, bu verilişdə nə uzun veriliş imiş. Tək, amma yox, çox vaxtda belə. Verilişlərdən də istəmirəm bugün məsələn bitsin. Niyə bitsin deyim sizə. Çünki indi siz birazdan burada bu Elcanlıda bir meyxana dinləyəcəksiniz. Mən sizə bir nostalji yaşadacam, hansı ki deyəcəksiniz, hə, o vaxtı bir də gəlsin klubu vardı. Və o da gəlsin klubunda bilirdiniz, qafiyəni hazırlayırdılar. Təbii ki, indi həm Gülağa, həm Balabəy mənə baxır, görürsən burada nə baş verəcək. Amma elə o da yerində olacaq. Bir qafiyə, heç qafiyəni mən də bilmirəm. İndi yuxarıda yazırlar dostlar, deyəcəklər mənə, mən də burada səsləndirəcəm və obraz olacaq. Məsələn, yerində tapacağıq da, deyək ki, biri sintezator ifaçısı olacaq, biri aparıcı olacaq. Məsələn də, belə bir obraz eləyəcək və obrazların dəyişməsi olacaq. Bildiyiniz həmin o klub versiyasında olacaq, Tegəlsin klub versiyasında. Bunu Elcanlıda dinləyəcəksiniz. Amma bunun üçün mən sizə mənim planşetim haradadır? Səndə də, hə, onu bir xahiş edim. Çünki, amma ondan öncə mən sizə bizim xüsusi sponsorumuzun xüsusi bir məlumatı var. İstəyirəm onu səsləndirim. Deməli, Embavoddan çoxdan gözlədiyiniz Topdan Mebel günləri kampaniyasına start verildi. Nəqd alışlarda bütün mebellər indi daha sərfəli qiymətlərlə evinizi yeniləmək üçün bu fürsəti qaçırmayın. Bu bahar evinizi Embavod ilə yeniləyin. Ən yaxın Embavod mağazasına yaxınlaşaraq və ya Embavod az saytına keçid edərək onlayn sifariş edə bilərsiniz. Kampaniyalar haqqında 126 çağrı mərkəzindən və ya Embavod az saytına keçid etməklə ətraflı məlumat əldə edə bilərsiniz. Əziz tamaşaçılar, Embavod evdə daha gözəldir. Ey o millət Elcanlıya baxırsınız, Elcanlıda Tegəlsin klubudur. Dedim ki, gəlsinlər, gəliblər ki, desinlər, deyəcəklər ki, getsinlər, gedirlər ki, yenidən gəlsinlər. Hə, nə məsələn də. Bir nostalji yaşadırıq sizə. Deməli, burada necə olub bu Tegəlsinə? Bir mövzu olub, mövzu ətrafında. İndi bizim redaktorlarımız fikirləşdirək, əziz tamaşaçılar. Görün, yaxşı mövzudur, ya dəyişək. Deməli, kredit bu dəqiqə çox adam götürür axı, kredit. Hamının ən azı kredit kartı var. Deməli, bizim ustadlardan biri kredit götürəndir, biri də kredit verən bank əməkdaşıdır. İndi qafiyəni də ona uyğun seçmişik. İndi Gülağa olsun kredit götürən, hə? Nə bildim.
Ehtiyac da var. Gülağa olur kredit götürən, Balabey olur kredit verən. Bank əməkdaşı pencəydə də özdə. Qafiyəni də indi deyirlər mənim qulağıma. Özümü 2008-də edirsən. Qayıtdım keçmişə. Həmin stollar. Hə. Həmin stollar deyil. Yo, həmin deyir dəyişimin təzə almışıq bunları. Mənə kredit verin, zəhmət olmasa siz deyirsiniz. Mənə kredit verin, zəhmət olmasa, siz də deyirsiniz ki, işimiz alınmaz, zəmanət olmasa. Yəni, zamin lazımdır. Başlayırıq. Deyhəsin qulubu, buyurun. Sol. Mənə kredit verin, zəhmət olmasa. İşimiz alınmaz, zəmanət olmasa. İşimiz alınmaz, zəmanət olmasa. Mənə kredit verin, zəhmət olmasa. İşimiz alınmaz, zəmanət olmasa. İşimiz alınmaz, zəmanət olmasa. Biraz borcum, xərcim, problemim var. Biraz borcum, xərcim, problemim var. Ona görə də kədərim var, qəmim var. Şairəm bir balaca da gündəmim var. Daha nə oldu mənə də hörmət olmasa. Daha nə oldu mənə də hörmət olmasa. Mənə kredit verin, zəhmət olmasa. İşimiz alınmaz, zəmanət olmasa. İşimiz alınmaz, zəmanət olmasa. Bizim bankı seçmisən əhsən sənə. Bizim bankı seçmisən əhsən sənə. Təşəkkürlü edirəm şəxsən sənə. Çalışaram köməkli edim mən sənə. Görüm adında başqa söhbət olmasa. Görüm adında başqa söhbət olmasa. İşimiz alınmaz, zəmanət olmasa. Mən borcum yoxdur bu ünvan buza. Mən borcum yoxdur bu ünvan buza. Kömək elə, təşəkkür eləyim ambuza. Kömək elə, təşəkkür eləyim ambuza. Məndən olsa gəlməzdim yanbuza. Vəziyyət acınacaqlı, vəziyyət olmaz. Vəziyyət acınacaqlı, vəziyyət olmaz. Mənə kredit verin, zəhmət olmasa. İşimiz alınmaz, zəmanət olmasa. İşimiz alınmaz, zəmanət olmasa. Çox sağ ol ki bizim banka qonaqsan. Belə baxıram ki özü də qoçaqsan. O qədər pulu neyniyirsən uşaqsan. Get böyüyünlə gəl əziyyət olmasa. Get böyüyünlə gəl əziyyət olmasa. İşimiz alınmaz, zəmanət olmasa. Mənə kredit verin, zəhmət olmasa. İşimiz alınmaz, zəmanət olmasa. Yox qardaş, mən bəyənmədim sən. Yox qardaş, mən bəyənmədim sən. 40 yaşım var, uşaq görürsən mən. 40 yaşım var, uşaq görürsən mən. Xahiş edirəm, danış biraz mədəni. Minnətdar olum, minnət olmasa. Minnətdar olum, minnət olmasa. Mənə kredit verin, zəhmət olmasa. İşimiz alınmaz, zəmanət olmasa. Mənə kredit verin, zəhmət olmasa. İşimiz alınmaz, zəmanət olmasa. Biz olmasaq ay adam itib batarsan. Başqa yerdə səsimi başva atarsan. Başqa yerdə səsimi başva atarsan. Sən o vaxtı bizdən səhv tutarsan. Bankda istədiyin xidmət olmasa. Bankda istədiyin
elədiyin xidmət olmasa, mənə kredit verin zəhmət olmasa, mənə İşimiz alınmaz zəmanət olmasa, işimiz alınmaz zəmanət olmasa. O sən mənim köməyimə gələn deyilsən, sən mənim köməyimə gələn deyilsən, müdür bilməsə dincələn deyilsən, yox qardaş sən düzələn deyilsən, sənə işdən sonra töhmət olmaz, sənə işdən sonra töhmət olmaz, mənə kredit verin zəhmət olmasa, işimiz alınmaz zəmanət olmasa, İşimiz alınmaz zəmanət olmasa. Bu bankın işçisinə niyyət edərsən, gör kimdir ona diqqət edərsən, o vaxt məndən şikayət edərsən, əgər işimdə məsuliyyət olmasa, əgər işimdə məsuliyyət olmasa, mənə kredit verin zəhmət olmasa, işimiz alınmaz zəmanət olmasa, işimiz alınmaz zəmanət olmasa. Müştərinin yenə qaralıbdır qanı, 5-10 manat ver elə gedim sən canı, özümlə zamin gətirim elcanı, özümlə zamin gətirim elcanı, gələr ödəyər özümə qismət olmaz, gələr ödəyər özümə qismət olmaz, mənə kredit verin zəhmət olmasa, mənə kredit verin zəhmət olmasa. Elcanı da başa düşürəm halalda, onun başı qalıb qalmaq halda, ona nə var işləyir ATV kanalda, özü də batıb gedər şirkət olmasa, özü də batıb gedər şirkət olmasa, işimiz alınmaz zəmanət olmasa, işimiz alınmaz zəmanət olmasa. Bir-birinə bar edək hörməti, biz bankdan biraz elədik söhbət, tövbə edib tərk edərəm sənəti, bizim değişməmiz dəhşət olmaz, bizim değişməmiz dəhşət olmaz, mənə kredit verin zəhmət olmasa, mənə kredit verin zəhmət olmasa. İnsan bizə həmişə diqqət eylədi, bizə qoşulub şirin söhbət eylədin, çox sağ ol ki bizi də dəvət eylədin, şairin ciyərdi dəvət olmasa, şairin ciyərdi dəvət olmasa, işimiz alınmaz zəmanət olmasa. Sağ ol, var olun, təşəkkür edirəm. Sağ ol. Çox möhtəşəm. Çox bu mikrofonla çox təşəkkür edirəm. Təşəkkür edirəm, var olun, çox sağ olun. Əslində heç mən özüm də çoxdandır belə yaxşı meyxana dinləmirdim. Çünki bu sual-cavab işidir. sual-cavab. Burada da ki sual da var idi, cavab da var idi, hər şey var. Siz heyf ki tam meyxana azarkeşi deyildiniz. Burada çoxu xanımlar da əziz tamaşaçılar. Orada yerlər var idi, orada qışqırmaq lazımdır. Və bu meyxana şairlərinə də ruh verən o qışqırıq. Mən siz ancaq ən yaxşı halda belə edirdiniz. Oy!
O da ki heç musiqidən eşidilmirdi. Amma mən çox təşəkkür edirəm sizə. Buyurun, olun. əyləşin, Var olun, sağ olun, minnətdaram. təşəkkür Var ederim. olun, Sağ olun. bu alqışlar Sağ olun, sağ olun, var olun. sizin üçündür. Kömək eləyim. Narahat olmayın. Hamısı öz yerini tapacaq. Və Ayxan qrupu da hələ ki adı da dəyişməmişsiniz ki. Hələ ki Ayxan qrupu çox təşəkkür edirəm. Və indi bizim belə deyək tamaşaçılarımız bizdən hədiyyə qazanan, yox mikrofon istəyirəm danışmaq üçün. Dünənki sualların cavabları var. Aha, hansı? Göstərin zəhmət olmasa. Hə, göstərin, mən də burada hədiyyəyə yaxınlaşım. Siz mənə deyin, hansı valyutanı sevirsiniz? Bu səhv eləmirəmsə yazılmışdı, Vasif Əzimova yazılmışdı bu sual. Buradan necə tapım indi onu? Vasif Əzimovun hədiyyəsi nə idi? Hə, bu idi. Saat idi. Qolunun saatını aparmışdım cəmaatın. Ay Cansu səhifəsi buradadır dedilər. Əməkdaşlarımız yoxlayıblar. Bu klokları da yığışdırın sən Allah. Belə kağızı... Ay düşmüş. Kaçı attım sandığa cingil diye cingil diye. Kaçımı attım sandığa cingil diye cingil diye. Gelir elin sandığı bu sahneye bu sahneye. Gelir elin sandığı bu sahneye bu sahneye. Adı nədir bu qızımızın? Cansu. Nə? Cansu. Cansu öz adındır. Hə. Ay nə gözəl. Cansu neçə yaşın var? 9. 9 yaşın var. Harada oxuyur Cansu? 175'te məktəb. 175 məktəbdir. Dəqiq. Hə. Məncə 170 idi ay Cansu. Yo, 175. 5'dir. Sinif yoldaşları yatar indi yoxsa yox? Yatar. Mən də Yatar. yataram. Siz də yatarsınız. Bəs niyə yatmamısınız? Çünki buradayım. Cansu'nun valideynləri də buradadır. Bu saatı, bu kişi saatıdır. Bunu nə edəcəksiniz? Atama verəcəm. Ataya? Atan adı nədir? Anar. Ha, orada da ata. Hə. Hə, salamlayırıq buradan valideyni. Buyurun, bu Vasif Əzimovdan saatı yadigar olaraq saxlayarsınız. Çox təşəkkür edirik Cansu, minnətdarıq əzim. Allah qorusun. Növbəti. Gətirin ekrana. Gətirin, mən də oradan hədiyyəni tapım. Bax, belə olacaq. Yeri gəlmişkən, hansı? Türkan xanım, sizi bu cür təravətli saxlayan nədir? Özünə baxımlı, yoxsa sevgi dolu həyat? Hansı hədiyyədir? Türkan Vəlizadə. Hə, buradadır, qoyublar. Kloklarda bükülüdür. Hansı səhifə idi? Bir də deyin, dostlar. Vətən sağ olsun layihəsi səhifəsidir. Kimdir? Bax, bu gözəl qızımızdır. Kimdir? Siz gəlin, gəlin, gəlin. Xoş gəlmişsiniz. Hə, bu bir layihədir. Xoş gördük. Necəsiz? Xoş gördük. Adınız? Zəhra. Zəhra xanım. Əli, Əli bəy. Bu layihə sizin layihədir. Kimin layihəsidir bu? Hüseynova. Pistəxan. Layihənin rəhbəri Pistəxan, bəli. Çox gözəl. Onu xanıma təqdim edirik Türkan xanımın. Bax, belə klipdə sırğalardır. Böyüyəndə taxarsınız. Yaxşımı? Çox sağ olun. Buradan Türkan xanıma da öz təşəkkürlərimi bildirirəm və sizə də təşəkkürümü bildirirəm ki, bizi bu gözəl bir işə dəvət etmisiniz. Çox sağ olun. Xoş gəlmisiniz. Sizin nə sözünüz? Mən də təşəkkürümü bildirirəm və mənim bir təbrikim var, Buyurun, icazəniz deyin. olsa. 9 may qələbə günü münasibətilə buradan bizi şəhidlərimizə Allahdan rəhmət diləyirik. Allah bizi ön cəbhədə qoruyan əsgərlərimizi qorusun, təbrik eləyirik. Çox sağ olun. Çox sağ olun. Təbrik edirəm. Minnətdar. Minnətdarıq. Çox sağ olun. Çox təşəkkür edirəm alqışlarla. Yola sağlıq bizim dostları və bizim qısa reklamlarımız aramız var. Reklamlardan sonra isə bugünün də qaliblərini göstərəcəm sizə tamaşaçılar. Naziş, Təşəkkür edirəm, çox sağ olun. əyləşməyin, gəlin buraya. Deməli, yaxşının vaxtı o qədər yoxdur. Deməli, Nazdeşin indi mənə deyirlər ki, tamaşaçıları, fanatlarından burada var, özdə hədiyyə gətiriblər. Şəkidən Bamiyə gəlib, sonra nə gəlib, kim gətirib? Bəli, Kimdir Məhəmməd. adı? Gəl görüm, ay Məhəmməd deyiş. Məni bu TikTokda bilirsən nə qədər yazıb Məhəmməd. Yeri gəlmiş Maşallah ki... olsun. Bu arada Şəkidən gəlib. nə Bildi ki, gözəl. mən bugün verilişdə olacağam. Hə, yazırdı bizə hər gün. Yeri gəlmişkən Şəkidən də bizi izləyirlər. Çox sağ olun. Alo, sən şimdi Burada mən salam dostlarım Rövşən izləyir. İgidlər oylağı şəkil şəkil ömrümün oğlağı şəkil şəkil İgidlər oylağı şəkil şəkil ömrümün oğlağı. Ay, çox Çox sağ sağ ol. ol. Məhəmməd dön belə.
Çox Qoy sağ bir ol. Məhəmmədlə danışaq. Nə qəşəng maşallah. Yaraşıqlı oğlandır. Da götür mikrofonu. Ay Məhəmməd, neçə yaşın var? 16. 16 yaşın var. Harda oxuyursan? Şəkidə. Hansı məktəbdə? Deyəm. Hə? Qulağıma deyir. Ay yox, onu demə, adını demə. Bir nömrəli məktəbdə adın özü demir, reklam olar. Hə, indi çoxdan mı sevirsən Nazdeci? Bəli. Neçə ildir? Çox. Sən idin o yazan mənə ki, Nazdeci Bəli. çağırın Bakıdadır. Hə? Mən xəbərim yox idi. Yoxdur xəbərin. Bilirəm də. Ben gördüm yine bayaq Nazın yanında bir oğlan gördüm. Dedim Məhəmməd sözsüz Məhəmməd der, yox deyil. Hə, nə sözün var buradan tezdir, vaxtımız azdır, bunları da aparıram evə. Hər kəsi salamlayıram, Nazda çox istəyirəm. Çox sağ olun, biz də səni çox istəyirik, çox minnətdarıq əzizim. Buyurun. Təşəkkür edirəm, çox sağ ol. Hala bu sizin olsun. Aşağıdakı da mən olsun. Elə bu da sizin olsun. Çox sağ ol. Bölüşdürərik. Hə, bölüşdürərik. Oturub orada danışarıq dostlar. Deməli, mən bilirsiniz ki, heç belə şirniyyatla ümumiyyətlə aram yoxdur. Ümumiyyətlə mən yemək bilirsiniz, çox sevmirəm. Mən bu bəlli olur sizə. Və heç nə də saxlamıram. Diyeta niyə saxlayıram? Diyeta məni saxlasın. Mənim işim gücüm qutarıb oturub diyeta saxlayıram. Və indi bizim qonaqlar hansı sualları bəyəniblər, onları göstərəcəyik sizə. Xahiş edirəm, birinci rəy gəlsin. Deməli, həyatda sevincdən ağladığınız zaman kimə gəlmişdi bu? Sizə gəlmişdi, Naz xanıma. AV 1188. Yaxınlaşarsınız, xahiş edirəm, o nömrəni sizə təqdim edəcəyik. Sabah proqramımıza gələ bilsəz, sabah gələ bilməsəz birinci gün. Növbəti sual. Nömrə aldım, 2 il yığıb Gülağa bəydir, soruşdular, 29-39. Dekor NN, o üzük də sizindir. Ya sabah ya da birinci gün proqramımıza yaxınlaşarsınız, çox təşəkkür edirəm. Və Balabəy bəyin bir sual xoşuna gəlib, amma çox təəssüf edirəm, mən planşetdə sualların içində o sualı tapa bilmirəm. Amma indi verilişimizi də əvvələ gətirərik, o adı oxuyarıq. Bir də həmin adamdan xahiş edirəm, bir də bizə yazsın. O mahnı, hansı mahnı? Gecələr mahnısı. O səssiz gecələr barədə soruşurdu, o harada yazılmağını barədə. Hə, səssiz gecələr mahnısı harada yazılıb? Onu yazan qardaş idi, səhv eləmirəmsə, ya xanım bilmirəm. Xahiş edirəm, bir də bizə yazın, çünki mesajlarımız çoxdur və nəsə baş verdi, sualların içindən onu tapa bilmirəm. Bu texniki də bir problem ola bilər və çox əməkdaşlarımızda açıqdır, bu səhifə ola bilər onda. Qardaş da baxdı, 3 dəfə də mən baxdım, tapa bilmirəm. Hə, mən özüm də belə deyirəm, verin mənə, mən bilirəm haradadır, yoxdur, tapa bilmirəm. Hər halda bir də yazın və gəl yaxınlaşın, hədiyyəni götürün, səhifəni göstərə bilmirəm, gələndə göstərəcəm. Xüsusi sponsorumuzun mətnini səsləndirirəmsə, ki, məlumatınız olsun. Keyfiyyət və rahatlığın tək ünvanı Embavut'dan eviniz üçün daha bir fürsət. İndi al, 2 ay sonra ödə kampaniyası ilə istədiyiniz məhsulu alıb, ödəməyə 2 ay sonra başlayın. Bu hələ son deyil. Embavut, ayın bəxtəvərə və digər müştəri yönümlü kampanyalara da sizi sevindirməyə davam edir. Ayın bəxtəvərə olmaq üçün ən yaxın Embavut mağazalarına yaxınlaşa və ya Embavut mobil tətbiqini elə indi Play Store və ya App Store-dan pulsuz endirərək onlayn alışveriş edə bilərsiniz. Embavut evdə daha gözəldir. Təşəkkürlər. Və TVNet haqqında deyirəm sizə. TVNet sizə yeni nəsil TV xidmət təklif edir. TVNetə qoşulmaqla istənilən janrda kino, xəbər, musiqi, idman, uşaq maarifləndirici 130-dan çox əyləncəli kanalı dünyanın istənilən nöqtəsində, istənilən cihazdan izləmə imkanı əldə edirsiniz. Büdcənizə və istəyinizə uyğun tarif paketləri, rahat və onlayn qoşulmaq imkanı TVNetdə. Qoşulmaq üçün tvnet.az saytına və ya 055-553-35 nömrəsinə müraciət edin. TVNet TV sizinlə hər yerdə. Təşəkkürlər sponsorlarımıza və yeri gəlmişkən mən istəyirəm buradan bir təşəkkürlərimi də səsləndirim. Bizim ən böyük təşəkkürlərimiz Pro Music mağazasındadır. Orada dediniz bir hadisə baş verib. Pro Music'də bir filialında bir hadisə baş verib. Hansı filial? Nərmanov. Allah köməkləri olsun, tezliklə aradan qalsın. Amma filial artıq öz fəaliyyətini bərpa eləyib. Yenidən... Hə, ambar yanıbdır. Ambar yanıb, amma mağaza fəaliyyətini göstərir. Allah köməkləri olsun. Yenə də nə lazımdır? Gedək köməklik göstərək. Amma musiqi alətləri mağazası və səs peşəkar səhnə avadanlarımızın mağazası fəaliyyət göstərir. Action keçmiş olsun. Çox təşəkkür edirəm. Və istəyirəm Ağçıçayıma da xüsusi təşəkkürlər səsləndirim. Buradan bilirsiniz ki, hansı proqramda olsam, hər nə iş görsəm, Ağçıçayım hər zaman bizimlədir. İllərdir bu bizim dostluğumuz və ənənəmiz davam edir. Ona görə mən xüsusi təşəkkürümü bildirmək istəyirəm mənim əziz dostlarıma və 24 saat nəinki paytaxtımızda Azərbaycan istənilən nöqtəsində 050-650-50 nömrəsini bir zənginiz kifayətdir ki, dediyiniz məkana, istədiyiniz gülü, istədiyiniz həcmdə gətirib çatdırsınlar. Bax, Ağçıçayım belə Ağçıçayımdır. Ona görə çox təşəkkür edirəm və proqram sonunu
Aha, deməli bir təbrikimiz də var indi. Əsmər xanımın deyirlər ad günüdür. Qızı Alisa təbrik edir. Yaşını da demirik çünki xanımdan yaşı soruşmazlar. Əsmər xanım xoşbəxt olasınız. Xoşbəxtlik arzu edirik və can sağlığı arzu edirik. Qonaqlarımıza xüsusi təşəkkürlərim var və sonda istəyirəm nəsə sözləriniz varsa siz dediniz bir ad çəkməliydim, çəkmədim sonra inciyən olar Gülağı bəy. Deyin onu. İnciməyinə görə yox, Elcan, elə sadəcə olaraq canlı efirdir, biraz həyəcan, biraz Unutqanlıq da olur məsuliyyət, tələs-tələs. Bayaq sual verdin, 4-dük, mən 4 nəfərin adını çəkdim. Ancaq olanın elə başında Pərviz Sabirabadlı dayanmalıdır. Mən buradan Pərviz qardaşımı da salamlayıram. O doğrudan da dəyərli qardaşdır. Deyir, yaxşı sənətkar, yaxşı şair çoxdur maşallah. Amma mərdləri azdır. Aha, məhdər. Pərviz o mərd oğlanlardandır. Mən əziz dostumdur, mən salamlayıram yeri gəlmişkən Pərviz Sabirabadlından. Bir yarışmadadılar, uğurlar arzu edirəm. Bizim Elcan çox oldu da, səndən az-çox məlumatım var. Ayrılıq oldu arada. Bəli. Amma Pərviz onlardandır ki, heç birinə qarışmadı da, elə hamılan öz ünsiyyətini saxladı. Onun üçün də o cürünə adını çəkmək lazımdır. Deyil, elə hamısı bizim öz əzizlərimizdir. Mənim üçün hamı əzizlərdir. Elə bütün meyxanaçılar, meyxana ifaçıları, nə bilim, bədiyyə, mən Namik Məna ilə dostam, Ağa Mirzə ilə də dostam, Mehmanla da dostam. Naz, bir də nə vaxt gəlirsən bura? Siz nə vaxt çağırırsınız inşallah. Siz burada o yaşamırsınız amma. Siz çağırırsınız, mən gələrəm. Hə? Bəli. Mütləq mən sizə hər dəfə özüm zəng vuracam, gələsiniz. Və Təşəkkür sonda edirəm, sizin çox üçün sağ olun. minnətdaram, bir qısa vaxtımız var dostlar, meyxana ilə bitirək proqramı. Hə, 2-3 dəqiqəmiz var, olsun. Mən istəyirəm belə şən əhval-ruhiyyədə bitirək, əgər imkan varsa. Elə soyuşur qalsınmı? Yoxsa dəyişirik? Qalsın. Buyurun dostlar. Var səndə nəsə? Elcan istəyirsən onu deyirəm. Hə, o yaxşıdır. Bu həvəssiz ürəyi sən ki getirdin həvəsə. Nəsə var səndə nəsə, var nəsə var səndə nəsə. Belə aşiq olmamışdım kiməsə. Nəsə var səndə nəsə, var nəsə var səndə nəsə. Bu həvəssiz ürəyi sən ki getirdin həvəsə. Nəsə var səndə nəsə, var nəsə var səndə nəsə. Belə aşiq olmamışdım kiməsə. Nəsə var səndə nəsə, var nəsə var səndə nəsə. Xatırlay görüşün yağışların, vurdu sevdamıza öz naxışların. Xatırlay görüşün yağışların, vurdu sevdamıza öz naxışların. Məni heyran eləyən baxışların, qəribə hiss yaradır məndə nəsə. Nəsə var səndə nəsə, var nəsə var səndə nəsə. Nəsə var səndə nəsə, var nəsə var səndə nəsə. Yandı qəlbim